Hər kəsə salam dostlar, mən İbrahim, yepyeni bir video ilə qarşınızdayım. Dostlar, bildiyiniz kimi yeni güncəlləmə gəldi futbola. Yəni hal-hazırda çox böyük bir dəyişikliklər olub deyilənlərə görə. Birinci mən açdım, oynamışam, düzdür. İndi göstərməli olduğum şeyləri göstərəcəm sizə. Birinci buralara baxaq. Əlavə qol oldu turi ödülləri, tarix güncəlləmə 15 əlavə qol oldu turi ödülləri ölçüsü olacaq. Ayın 4-ündən, yəni bu gündən baxaq. Görək qol oldu deyə nə gəlib. Açılsın bir dənə. Kim gəlib? Qol oldu deyə. Bura adam gəlib. Bax, bura adam gəlib dostlar. Shinzo Kazaki gəlib. Var məndə, dəysin başı və istəmirəm. Sus lan! Konuş dedim mi lan sana? Bir dənə bəsdir, bu kimdir? Desirdo. Qəşəng. Belə oyuncuların gəlməyi yaxşıdır. Bu niyə sürət azdır? Yəqin qalxacaq. İnşallah yüksələndə qalxacaq. Estağfirullahal-azim. Estağfirullah, estağfirullah. 20 yaşı var. Qəşəng. Bu yaxşı oldu. Hal-hazırda qol oldu ya, yeni oyuncumuz gəlib 2 dənə. Birindən sonunlar. Aşağıda bulabilirsiniz. Bu boş şeydir. Bir də dostlar, yaxşı yadıma düşdü. Bura baxdım, gəlin sizə bunu da göstərim. Keçək oyunu göstərim. Və bəli dostlar, gəldik. Bu şeydir, bota qarşı oyunumuzda. Artıq bota qarşı oynayanda, məsəl üçün 50 meceli yetkinlik gəlir, ya da ki 3000 puan yığıb pulsuz açmaq haqqı gəlir. Bunlar gələndə indi başa düşürəm. Məsəl üçün mənim ürəyim sıxılır. Əksəriyyətinin onsuz da ürəyi sıxılır. Buna görə də belə bir şey gətiriblər. Artıq yəni menecer kimi oyuna baxırsan. Bir də buradakı şeyi aktiv edirsən, yaşıl rəyd edirsən. Yəni bu çox yaxşıdır məncə. Bu mənim fikrimcə gördüyünüz kimi atdı qol. Yəni məncə çox yaxşıdır bunu gəlmək. Çünki mənim çox sürəyim sıxılır. İndi rahat telefonu qoyub hardasa gedib nəsə işinizi görə bilərsiniz. O müddətdə də ki bu oynayıb öz-özünə şey eləyə bilər, qol atıb etkinliyi tamamlaya bilər. Dostlar 45 dəqiqədən bir avtomatik deyil də. 45 dəqiqə tamam olandan sonra gərək təzədən özünüz iləri basasınız, oyuna keçəsiniz. Elə bir dənə hissəsi var. Nəysə, bunu göstərdim. Keçək təzədən ana ekranımıza. Görevlərə də baxaq buradan. Görevləri də deyim sizə. Genere Gattuso gəlir. Prosta baxmaq olmur, nədir, nə oynadır. Bunu baxmaq üçün 160 yığmaq lazımdır. Burada toplam 150 yazıb. Bilmirəm bunu 160 necə eləyəcəyim. Mən indi oynayıb yığmışam deyə 94-də qalıb. İnşallah ki 160 olar. 50 My Club da almaq olur buradan. Yəni belə bu oynadıqca elə bir ki bir oyuna qazananda 12 puan, oynayanda sırf, yəni uduzsan, bərabərə qalsan 10 puan verir. Yəni belə bunu oynaya yığırsan. Bilmirəm YZ-yə qarşıda yoxsa gerçək oyuna qarşıda. Olsa zaten gerçək oyunda oynayacaq sizlə bir yerdə. Qoy top açılımlarımızı eləyək, yoxlayanda oynayacaq. Belə yəni dostlar, gələn şeylər yaxşıdır hələ ki. Baxaq görək, burada keçidim. Buranı keçməmişdən qalıb paketlərə baxaq. Ronald Koeman gəlib. Bu da yaxşıdır 750 mecəyə. Nə oynadır? Top çevirmə oyunu, hızlı kontra-atak. Yəni yaxşıdır əslində. Top çevirmə oyunu var prosta. Yəni dəyməz məncə almağa. Varvızdısa, Kesk Fabregas varvızdısa da almağa dəyməz. Hızlı kontra-atak istəyirsinizsə ala bilərsiniz. Bunlar əvvəldən qalanlardır. Keçək özəl oyuncu listələrinə. Güclər falan. Dani Carvahal'ı alaq dostlar. Dani Carvahal'larımızı alaq. Yəni əziyyət çəkmə boyda şey eləmişik. Bunda özəl basımını verəcəm sizə. Gələk top açılımımıza. Bizim top açılımımız bu ikisindəndir. Buradakılara baxaq. Burada yəni Kylian Mbappe 100% iş yapacaq oyunculardan biridir. Yəni çox yaxşı görünür. Top sürmələri falan bunlar hamısı çıxacaq 90 üzərinə. Ofansif farkında alacaq 90 üstünə çıxacaq. Bitiriciliyi 90 üstünə çıxacaq. Sürəti bir görəcək 95-i 96-nı. Şut gücüsü yaxşıdır. Yaxşı görünür Kylian Mbappe, zarafatsız istəyərəm. Prosta məndə var deyə əslində istəmirəm.
Ne yalan deyim, yani biri 101 olacaq, biri 102. Neyinlə? Mən də işte Kylian Mbappe'dir, bu da Kylian Mbappe'dir. İkisi də yəni şeydir, potudur, o da potudur. Mən neyinlə mən lazım deyil. Amma yəni çıxsa yoxlayaram. Burada ən çox işimizə yarayacaq oyunçu Vitinyadır məncə. Məndə Vitinya da var deyə istəmirəm. Yəni mənə buradan çıxsa, əslində heç hansısa çıxsa sevinərəm. Noni Madueke çıxsa bəlkə sevinərəm. O da ki, yaxşıdır, pis görsənmir. Açaq görək kim çıxır. Yəni mən buradan almaq istədiyim elə də böyük bir oyuncu yoxdur. Estevia çıxdı, yox, Scott McTominay. Scott McTominay çıxdı. Bu da yaxşı görsənir. Pis deyil. Defansif özəllikləri yox, yaxşı deyil, zəifdir. Xoşum gəlmədi. Keçək bura, əsas top açılımız buradadır. Burada Kenan var, İshak var. Mən bu Kenanla İshakı istəyirəm ən əsas. Qalan heç kimi istəmirəm. Açaq. Görək kim gəlir. Ya Allah! Kim gəldi? Stoper. Kimdir bu? Malik Tayyip kimdir qaqa? Təzdən açaq. Normal birini vermədim də. Neymar'ı verir. Neynirəm Neymar'ı? Bu boyda Neymar'ları yığıram başıma. Malik Tiav. Neçədir? 1.94 boyu var. Dəqiqə gözlüyün görür. Mesela gözümə qəşəng görsəndi. Mesela gözümə çox qəşəng görsəndi. Kafa 90. Defansif özəlliyi yaxşıdır. Sürəti 87-dir. Zıplama 90, fiziksel təmas 91. Adam markajı, açı idarəetmə, hava üstünlüyü, akrobatik uzaqlaşdırma, mücadilə ruhu, uzun toç yaxşıdır. Gəldik ən əsas məsələmizə. Dani Carvajal. Qoyaq bura. Özəl basımını da göstərəcəm sizə. Neymar Junior, yaratıcı oyun kurucu. Neymar, həmişəki Neymardır. Bunu da qoyaq kadroya, salaraq oyuna. Kimin yerinə qoyaq? Gəl Ronaldinho yerinə. Gəl bura. Keçək indi dostlar, Sabek Carvajal'ın özəl basımını göstərim sizə. Və bəli dostlar, gəldik ekranımıza. Yüksəltdim Carvajal'ı, göstərim sizə də necə oldu. Bayaqçı kimi deyil, alçaqdan pas, yüksəkdən pasını qaldırdım, top sürmələrini qaldırdım. Bir amızı 2 dənə hızından saldım, dayanıqlılığı da yaxşıdır. Görək bunun, belə ilə davam edək. Ya da buna bir dənə gücləndirici ürətimi bir dənə ilə belə basaq, bir dənə varımız. Görək nə çıxır. Aşılmaz defans. Defansı biraz yaxşı olacaq. 100 oldu. Qəşəng. Ən azından bu da bir şeydir. Neymar'ı aldıq. Bir də adı neydi bunun? Malik Tiav. Tiav'ı aldıq. Gedək yoxlayaq, oyunda görüşərik. Və bəli dostlar, rəqibimiz gəldi. Bu arada 4-cü klasmana düşmüşük. Yenilənəndən sonra mən 2-ci klasmanda bitirdim. Prosta Carvajal'ı aldım da. 3083 gücü var rəqibin. Görək nə olacaq. Carvajal yana baxır, qəşəng yandan yuxarıya. Neymar yuxarı baxır, Malik Tiav da yandan yuxarıya baxır. Bu da yaxşıdır. Rəqibin də kadrosu pis deyil. Yaxşıdır, əmək verib kadroya. Keçək oyuna. Belə deyim dostlar, sizə məncə Carvajal'ı yoxlayacağım mən onsuzdan çox. Çünki Carvajal'ın pikə yapan ortası var, görək nətər olacaq. Ortalarına baxmaq lazımdır. Məncə yaxşı olar. Oyun onsuz da yavaş-yavaş düzəlməyə çalışır sanki. Yeni şeylər gəlib zaten. Gördünüz də hamınızda. Top açını biraz pis keçdi deyə. Həvəsim öldü. Həvəsimi kırdı. Duygulandınız. Duygulandınız. Evet maalesef.
Neyse, keçək oyunumuza. Vitinha, Lionel Messi, Vinicius, Miski Van de Ven ayaq qoydu. Carvajal salam meleki. Carvajal pozisyonu takip elədi, prosta topa baxdı. Rəqibin kadrosu elə olmağına baxmayaraq çox qəşəng oynayır. Qəşəng oynayır rəqib. Attı içimizə bir dənə. Tiav baxmayın, Tiav, Qaqaş. Neymar pas xətası. Qəşəng. Tuttu. Yox, bombası var Vinicius'un. Vinicius'un bomba kartı var ümumiyyətlə. Carvajal. Bir dənə bərabərləşdirək hesabı. Didier hara atsan Drogba'ya özel basımda özdə. Kafası 97, zıplaması 95. Bunlarda gəlib, muhteşem bir ortaydı falan. Oyuna maraq qatmağa çalışıblar, alınıb məncə pis deyil. Bir də oyun bitəndə zaten göstərəcəm sizə bəzi şeylər gəlib. Onları oyun bitəndə göstərə bilirdim. Offside. Bu necə asan qoluydu? Offside. Bizə əhməd. Carvajal hələ ki yoxlayamamışıq. Qaç Carvajal. Carvajal ortası qəşəngdir, pis deyil. Carvajal. Ayda. Hər yerdə gözünüz var. Şutlarınız kolayca durdurula biliyor. Bunlar da bizə azlıq vermək üçün şey eləyirlər. Carvajal'ın ortaları çox qəşəngdir. Düz yəni başının ortasına gedir. Drogba çox ağır qaldı orada. Başqa oyuncu olsa aşırtma vuracaqdım mən. Öyrəşmişəm elə. Alınmadı. Miski Van de Ven. Ora atmadım. Şeysən. Neymar. Görək gol sevincləri dəyişib, yox, elə eynidir. Neymar Junior, everybody. Neymar. Attı. İlerleri. Carvajal. Dani Carvajal. Çox sürətlidir. Heç kim çata bilmir ona. Pike yapan orta. Alınmadı. Birinci time 1-1 bitdi. Bura mənə uzaq tərəfdir. O birisi tərəf uzaq qalır mənə. İndi bu pis tərəfdən yaxındır. Daha rahat oynayacağım. Hə, bir də bunlar gəldi dostlar. Bax, göstərəcəkdim. Oyun başladı. Bir dənə oyun bitsin göstərəcəm. Olsa qalır orada. Hayda, pas xətası. Gördüyünüz kimi, görürsünüz, Carvajal'a müdafiə basmamışıq deyə. Müdafiədə yox kimidir. Yəni, amma istəsəz basa bilərsiniz. Müdafiədə də özəlliklərini gördünüz onsuz da. Çıxdı. Topu anında uzaqlaşdırın. Və bu oyuna yeni başlayanlar üçün bir dənə səhv eləməyin. Səhv eləməyin deyirəm, səhv eləyirlər. Qaqaş.
Bu oyuna yeni başlayanlar üçün əslində yaxşıdır. Belə deyim sizə. Yeni gələn şey. Başa salmağa çalışırlar oyuna yeni başlayanları. O cəhətdən yaxşıdır, yəni yaxşı düşüncədir məncə. E-futbolun bunu fikirləşməyi böyük bir şeydir. Bu güncələmə məncə pis deyil. Savinho. Qəşəngsən Drogba. Drogba deyir tək başım yoxdur, ayağım da var. Onsuz da gördünüz də ortalarını. Qəşəngsən qapıcı. Prosta yəni o qədər də kasmağa ehtiyac yox idi. Onu çıxartmaq o qədər çətin deyil. Ola bilərdi. Getdi Carvajal, Dani Carvajal, Nico Williams gəlir. Görək hansı sürətlidir. Dani Carvajal, Nico. Ayda mən səhv elədim. Carvajal yenə də qaçdı. İmkan verdi, qaqa pike yapan ortası var axı. İmkan verdi, oyuncu yoxlayırıq da. Alay. Qəşəng açdı bunu. Carvalho'nun ortaları pis deyil, o yaxşıdır. Düz başın ortasına gedir də yəni. Bizdə niyə çıxıb ki? Qapıya dəymişdi axı o. Neymar'ın qolu çox qəşəng idi. Carvalho da pis deyil. Prosta bir dənə səhv eləməyək. Qəşəng müdafiə. Yox, təzə gələn də ayaq qoydu, o da pis deyil, gedəri var. Bir daha korner qazansaq, onun kornerdə istifadə edəcəm. Boyu falan yaxşıdır. Eləməyin, səhv eləməyin, bitir. Bitdi. 2-2 dostlar. Belə deyim də sizə. Yəni yeni gələn güncəlmə çox yaxşıdır. Gördüyünüz kimi momentum falan yoxdur hələ ki. Hələ ki yaxşı gedir hər şey. İnşallah bu vəziyyətdə qalar sezonun axırına kimi ya da həmişə ümumiyyətcə oyun belə momentumsuz qalar. Kolomiyaya buna görə təşəkkür edirəm. Bunu yəni fikirləşdiyi üçün hələ ki yaxşıdır. Baxın dostlar, bunu göstərəcəydim sizə. Oyuna yeni başlayanlar topu anında uzaqlaşdırır. Məsəl üçün bu bizim şeyimizdir. Türkün məsəli şeyimizdir, yəni də səhv başa düşməyin. Hocamızdır. Hocamız bunu deyir ki, yəni top gəldi, ayağında saxlama. Yəni belə şeylər eləmə. Promoy indi göstərəcək. Uzaqlaşdırmağa bas, uzaqlaşdır. Yəni bu oyuna yeni başlayanlar üçün əslində yaxşıdır. Yəni pis deyil mənim fikrimcə. Oyuna yeni başlayanlar üçün yaxşı bir şeydir. Oyunun bunu gətirməyi, fikirləşməyə yaxşıdır ki, oyuna yeni başlayanlar oyunu başa düşmür bəzən, çətinlik çəkirlər. Bu halda da bunu gətirir ki, başa düşə bilsinlər oyunu, danışanmadım. Oyuncu dərəcələrinə də baxaq, görək kim olub birinci. Neymar yuxarıdadır. Thiago yuxarıdadır, Carvajal, amma belə deyim, asist eləyə bilmədi deyə məncə oradadır. Amma Carvajal məncə müdafiə basımı da yaxşı gedər. Hücum basımı da yaxşı gedir. Mən hələ ki hücum basımında oynadacam. Çünki orta kafaya keçirəm. Məsələn, orta kafaya görə uyğundur. Yan Koller zat gətiriblər. Bu sezon məncə orta kafa sezondur. Ona görə keçirəm orta kafaya. Yəni belə deyim sizə, məncə əladır. Yəni yeni güncəlləmə çox yaxşıdır. Gördüyünüz kimi Gattuso falan da var. Bunu da işlətmək olacaq. Yəni çox yaxşıdır mənim fikrimcə. Yeni güncəlləmədən mən razı qaldım. Oyunçulardan razı qaldım. Əgər siz də Neymar çıxartmısınızsa oynatmağı yoxlayın. Çox yaxşı oynadı. Qol da çox yaxşı idi. Yəni yaradıcı oyun kurucusu kimi göstərmədi özünü. Bu düzülüşdə, başqa düzülüşdə deyə bilmərəm. Plus da ki Carvajal da ki çox yaxşı.
Tiav da çox yaxşı. Çox yaxşı deyəndə Tiavı tam görə bilmədim, amma yenə də pis deyil. Yəni özəlləri kağız üzərində yaxşıdır. Bir oyundan da kaderini bəlirləmək olmaz, amma belə yaxşı idi, pis deyil. Nəysə dostlar, gələn videoda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Bay bay.